xahiş edirəm. Ancaq mənim elədiyim səhvi siz etməyin. Mənə yenə sürpriz olacaq. Həddən artıq çox reklamını gördüm. Tam olaraq insanı qane eləyir. Alıb almamaq əlbəttə ki, yenə sizə qalır. Videoya keçmədən öncə kanalıma abunə olun və dəstək olun. Hər birinizə öncədən təşəkkürlər. Xoş seyirlər. Salamlar hər kəsə, YouTube kanalıma xoş gəlmisiniz. Nəhayət ki, uzun bir aradan sonra yenidən kameramı əlimə aldım və video çəkirəm. İndi hal-hazırda Almaniyadayım, artıq geri dönmüşəm və Azərbaycanda olduğum müddətdə bir çox bağlama sifariş etmişdim. Artıq başlıqdan da bəlli olduğu kimi bugün Temu bağlamalarını açırıq. Girişi çox uzatmaq istəmirəm. İndi keçək onda bağlamaları açmağa. Qayçımızı da götürmüşük. Başlayaq. İlkin olaraq belə bir böyük bağlamam var. Burada belə çoxlu məhsullar var. İlkin olaraq belə bir məhsulla başlamaq istəyirəm. Açığı özüm belə artıq sifariş etdiyim məhsulları demək olar ki, unutmuşam nələr almışam. Ona görə sizinlə birlikdə hamısı mənə yenə sürpriz olacaq. Bunlar belə makyaj məhsulları üçün belə orqanizerlardır. Ten paletlərini məsələn qoymaq olar böyük ölçüdə. Plastiki də çox yaxşıdır. Düşünürəm ki, tez bir zamanda qırılmayacaq. Şəxsən mən ümumi görüntünü çox bəyəndim. Düşünürəm ki, bunlar həqiqətən də makyaj məhsullarının səliqəli şəkildə görünməyinə çox kömək olacaq mənə. Və keçək növbəti olaraq belə bir kiçik bir korobkaya. Təxmini bildim nədir, indi sizə də tam aydın şəkildə göstərəcəm. Bu belə bir, bəlkə də çoxunuz görmüşsünüz, spiçka qabıdır, belə deyim. Bunun içərisinə bu şəkildə doldururlar və qapağı belə örtülür. Məncə çox estetik və gözəl görsənir. Siz nə düşünürsünüz, bəyəndiniz? Və bu məhsulun qiyməti 10 manat 50 qəpikdir. Belə bir... Bu necə balaca gəlir? Açığı düzünü desəm, ölçülər tamam fərqli şəkildə verilmişdi. Yəni bu çox kiçik görsənir. Deyə bilərəm ki, çox sərt materialı var, ağırlığı da çox yaxşıdır. Yəni tam belə plastik effekti vermir, dəmirdəndir. Qiymətini qeyd edim bu arada. Məhsulun da qiyməti 33 manatdır. Elədiyim səhvi siz etməyin, 33 manata məncə bu qədər kiçik bir şey dəyməz. Keçək növbəti bir məhsula. Bu məhsulu artıq bilirəm nədir. Saçım mənim elədir ki, çox tez elektriklərlə belə deyim, nəmli havada plak eləsəm belə, yenə də saçlarım çox şişir. Buna görə də belə bir məhsul aldım. Bilmirəm indi nə dərəcədə yaxşı olacaq. Bu zaryadka yığaraq işləyən hair stylerdir. Bu məhsulun qiyməti isə 40 manat idi. Düşünürəm ki, pis bir məhsul olmayacaq, ancaq bu qiymətdə nə dərəcədə yaxşı bir məhsul olar, o da biraz sual altındadır. Ancaq yoxlayıb mütləq sizinlə paylaşacağım. Və keçirək növbəti bağlamaya. İçərisindən belə bir məhsul çıxdı. Bu əslində həm makyaj məhsulları üçün istifadə oluna bilər, həm də soyuducuda eyni şəkildə məsələn sosları qoymaq ola bilər. Bunlar və yaxud da ki, istədiyiniz məhsulu içərisinə qoyub bu şəkildə qoyursunuz və fırlanır gördüyünüz kimi. Fəti pis deyil. Bu arada bu şüşədən deyil, bu plastikdir. Bundan 2 ədəd sifariş eləmişdim. Benim qiyməti isə 11.90, təxminən 12 manata yaxındır. Olaraq belə bir qablaşmadır. Bu tam olaraq nə olduğunu bilmirəm. Belə bir məhsuldur. Əslində, bayaqki qabla, yəni dəst olaraq düşündüm bunları. Yəni içərisinə çərəz qoymaq olar, yay aylarında dondurma qoymaq olar içərisinə və düşünürəm ki, çox gözəl, estetik görsənir. Əslində bunun silver rəngi də var, yəni gümüşü rəngi də var və indi gümüşü rənglər də çox dəbdədir. Ancaq mən qızılla gümüşün qarşılığını və eyni şəkildə ümumiyyətlə goldu çox sevdiyim üçün yenə gold götürməyə qərar aldım. Bu mənim seçdiyim model artıq bitibdir. Ancaq səhv etmirəmsə buna bir ədədinə mən 2 ədəd sifariş eləmişdim, 6 evro verdim. Ancaq onu deyim ki, keyfiyyəti çox yaxşıdır, içərisində heç bir defekti yoxdur və eyni şəkildə ağırlığı çox yaxşıdır. Yəni düşünürəm ki, keyfiyyətli metaldan hazırlanıbdır. Tövsiyə edərdim bu məhsulu. Növbəti olaraq isə belə bir məhsuldur. Temudan demək olar ki, geyim heç vaxt almıram. Ancaq belə bir şalvar aldım. Bunu düşünürəm ki, yay aylarında da evdə də geyinə bilərəm. Materialı çox yaxşıdır, ancaq düşünürəm ki, gələcəkdə böyük ehtimal ki, tiftiklənəcək. Bu da ən böyük problem odur ki, adətən belə şalvarlar və yaxud da kostyumlar sifariş etdiyinizdə boyu uzun xanımlar üçün xüsusilə çox çətin olur. Mən 1.73-dür boyum və adətən mənə çox qısa qalır. Edirəm, bu şalvar elə olmayacaq. Olsa da sadəcə evdə geyindiyim üçün düşünürəm ki, böyük bir problem olmayacaq mənə. Şalvarın isə qiyməti 17 manat
67 qəpikdir. Bəlkə bir məhsul daha. Belə kiçik bir məhsul var. Bu səhv üzüklük sifariş etdiyim. Mən ümumiyyətlə çalışıram ki, sifarişlərim, yəni aldıqlarım çox vaxt qızıl və sair olsun. Ancaq bəzən belə bir seriyalarda alıram. Xüsusilə sizə tövsiyə edərdim ki, AliExpress-dən alın. Mən AliExpress-dən dəhşət çox bir seriya sifariş etmişəm və rəngləri də çox uzun müddət dözümlü olur. Məsələn, gold olanlar mən hətta dənizdə girib çimdiyim olub, baseyndə eyni şəkildə xlorlu suyla da təmas olub, eyni zamanda parfüm də istifadə etmişəm, tərləmişəm və s. Heç bir şəkildə rəngləri getməyibdir. Mən belə kiçik bir üzük almışam. Belə bir üzükdür. Ümid edirəm ki, bunun da rəngi getməz. Mənim əlimə çox böyük olub. Çünki bunu sifariş etdiyim müddətdən biraz da arıqlamışam. Demək, mən bunu 2.32-yə sifariş etmişəm və təxmini bu 5 manata yaxın məbləğ eləyib. Və beləcə bağlamanı açmağa davam edirik. Fırçaların internetdə həddən artıq çox reklamını gördüm. Bu Manje, səhv etmirəmsə, əgər düzgün tələffüz etdimsə, etmədimsə də üzrlü sayın. Manje adlı belə bir firmanın fırçalarıdır. Onu deyə bilərəm ki, ümumi görüntüsü çox bahalı görsənir və eyni şəkildə fırçası çox yumuşaq, çox keyfiyyətlidir. Bunların hamısını indi açmaq istəmirəm. İstəyirəm ola bilsin, bəlkə bir Reels çəkdim və orada daha ətraflı şəkildə bunu paylaşaram. Mən bu fırçalara ümumilikdə 19 manat pul ödəmişəm və burada 14 ədəd fırça daxildir. Məncə, görünüş tam olaraq insanı qane eləyir. Mütləq makiyaj edərkən də istifadə edəcəyəm. Sizinlə də mütləq bunu vloglayıb paylaşaram və fikirlərimi bölüşərəm. Və keçək növbəti məhsula. Növbəti məhsulu isə mən ev üçün məhsullar almağı çox sevirəm. Eyni zamanda qab yuma və s. kimi məhsullar üçün daha estetik görüntülü sponçları sevirəm. Çox da sevmirəm ki, belə qırmızı, sarı və s. rənglərdə olsun. Ona görə də Temun'da belə seçimlər çoxdur və mən həmişə demək olar ki, qara rəngi seçirəm. Bu şəkildə bu setə 5 ədəd belə sponç daxildir. İlkdə 6 manat 30 qəpik vermişəm. Azərbaycana görə bəlkə də belə bir sponç üçün bəlkə də dəyməz deyə düşünürsünüz. Amma mən dediyim kimi biraz estetikliyi, təmiz görüntünü sevdiyim üçün bu şəkildə qara sponçlar sifariş etdim. Bu qiymətdə alıb almamaq əlbəttə ki, yenə sizə qalıb. Mən sadəcə məhsulları göstərirəm və öz fikrimi bu barədə bildirirəm. Növbəti olaraq isə belə bir daraq seti sifariş etmişəm. Bu şəkildə 5 fərqli başlıqdadır. Bilirəm ki, bu çox da yəqin ki, saç üçün mənə çox rahat olmaz və mən saçlarımı çox da darayaraq, belə deyim, başıma yapışdıraraq yığmıram. At quyruğu nadirən eləyirəm. Ancaq ki, qızımın saçını tez-tez darayıram və s. Ona görə bu başlıqlar xüsusilə də mənə çox işimə yarayır. Rəng olaraq isə özüm qara rəng seçdim. Yenə deyirəm, belə minimalist, daha sadə bir rəng sevdiyim üçün qara rəngi seçdim. Mən ümumilikdə bu 5 fərqli başlığa 7 manat 50 qəpik pul ödəmişəm. Növbəti olaraq bir məhsul daha. Bunu özümdə bilmirəm. Baxa görəcəm çıxacaq buradan. Bu belə bir telefon tutacağıdır və yaxud da ki, telefon saxlayan belə bir məhsuldur. Bu məhsulun isə qiyməti 17 manatdır. Məncə qiymətinə görə keyfiyyəti heç də pis deyil. Çox sərt, gözəl materialdandır. Eyni zamanda belə yuxarı və aşağı problemsiz şəkildə qaldırıb düşürtmək olur və belə yığıldıqda da kompakt bir şəkildə saxlamaq olur. Yəni mən bu məhsuldan bəyəndim. Və bir neçə ədəd belə kiçik məhsullar var. Onları tez-tez açmaq istəyərdim. Bu şəkildə belə bir set sifariş etmişəm. Açığı onu deyim ki, görüntü olaraq heç də pis deyil, ancaq hiss olunur ki, çox keyfiyyətsiz bir materialdan hazırlanıbdır və düşünürəm ki, çox uzun ömürlü olmayacaq. Mən bu məhsula 10 manat 90 qəpik ödəniş etmişəm. Bu setə uyğun olaraq da bir ədəd qolbaq sifariş etmişdim. Şəkildə tam eyni ilə setin qolbağıdır, eyni şəkildə qaşları yığılıb. Bu da eyni keyfiyyətdədir, yəni çox keyfiyyətli olduğunu deyə bilməyəcəm. Bunun isə qiyməti 8 manat 72 qəpik idi.
Növbəti olaraq isə belə bir məhsul sifariş etmişəm. Bu məhsul nə dərəcədə gərəkli olub olmamağı əlbəttə ki, hər kəsin öz qərarıdır. Ancaq belə kiçik şəkildə, yəqin ki, buna zarjumlar deyilir, bilmirəm tam olaraq necə gedir. Bunu məsələn çipsi açdığımızda və yaxud da ki, hər hansı paketlənmiş, ancaq qapağını açdıqdan sonra yenidən bağlamaq mümkün olmadığında belə məhsullardan istifadə etmək olur. Dediyim kimi, yəni bağlayıb daha qurumağını və s. qarşısını almaq olar. Buna isə mən ümumilikdə 7 manat ödəniş etmişəm. Növbəti olaraq isə belə bir göz maskasıdır. Səhv etmirəmsə üstündə. İndi görə içərisində nə var? Əslində düzünü desəm, mən Temudan heç vaxt öz baxım məhsulu almamışam və düşünürəm ki, o qədər də keyfiyyətli olmayacaq. İlk dəfədir ki, belə bir şey sifariş edirəm. Hələ ki, onu deyə bilərəm ki, ümumi qablaşdırması heç də keyfiyyətsiz görsənmir. Bunlar aypəçlərdir. Birlikdə onu deyim ki, görüntü olaraq pis deyil. Məndə yazıldığı qədərilə 24 karat gold var və qruş əleyhinədir. Bunun nə qədər real olduğunu bilmirəm. Ancaq yenə də bir-iki dəfə istifadə edəcəyəm. Əgər yaxşı olsa, sizə də mütləq tövsiyə edərəm. Məhsul isə 4,22 euro, yəni ki 8 manata yaxın bir məbləğ ödəmişəm. Bu bağlamanın yavaş-yavaş sonuna gəlirik. Bağlamadan çıxan sonuncu məhsul isə belə rezinkalardır. Bunu qızım üçün sifariş etmişəm. Həddən artıq onun saçı üçün zakolkalar alıram və bağçaya gedir. Demək olar ki, hər gün birini itirib gəlir. Mənsə belə görüntünü çox bəyənirəm. Belə eyni şəkildə olmağını və saçlarını demək olar ki, hər gün yığıram, hörürəm. Buna görə də bunu çox bəyənərək istifadə edəcəyimə əminəm. Bunu isə mən təxmini 4 manata almışam. Və beləcə böyük bir bağlamanı artıq tamamilə boşaltdıq. Keçirəm növbəti bağlamaya. Böyük bir bağlama daha. İndi bunu da birlikdə açırıq. İlkin olaraq belə bir məhsul gəlir. Bu, əgər səhv yadımda deyilsə, aksesuarlarım üçün orqanayzerlardır. Bunları da yenə şkafların içərisinə yığacağım yeni evdə. Onun üçün planlamışam. İndi sizə hamısını göstərəcəm. Bu şəkildə senseplərimi qoya bilərəm və ya sırğalara ayrı-ayrı şəkildə qoya bilərəm. Eyni şəkildə belə bir bölgü ilə olanı var. Sonrasında məsələn belə bir bölgü ilə var. Düşünürəm ki, bura üzüklərimi yerləşdirə bilərəm və yaxud da ki, kiçik sırğalarımı yerləşdirə bilərəm. Bunların hamısını açıq keyfiyyət olaraq da çox bəyəndim. Rəng olaraq da mən belə tonları çox sevirəm. Ümumi qiymətini də bu arada qeyd edeyim, neçə dənəsinə nə qədər ödəniş eləmişəm. Ümumilikdə buraya 11 ədəd bu şəkildə yenə aksesuar orqanayzer daxildir və buna ümumilikdə 13-30 evro ödəmişəm. Yəni təxmini 26 manat. Kimi burada da bilmirəm ki, tam olaraq hansı məhsuldur. Bu əslində nə dərəcədə lazımlı bir məhsuldur, onu yenə deyə bilmərəm. Ancaq bunun içərisinə bu şəkildə 6 ədəd yeri var, yumurtalara qoymaq olur. Mən ümumiyyətlə estetik videoları çəkməyi çox sevirəm. Ona görə də düşündüm ki, belə bir məhsul alım. Bu məhsul təəssüf ki, bitibdir. Ancaq bu məhsulun analoqlarını tapa bildim. Yəni təxmini hardasa bu məhsula 6 evro ödəmişəm, yəni 12 manat. Və növbəti olaraq belə bir orqanayzer daha. Ümumiyyətlə belə məhsulları dəhşət çox sifariş etmişəm. Biri 6 yerlidir və mən bundan təxmini 2 ədəd sifariş etmişəm. Qiyməti isə 14 manatdır. Mən bu məhsulların hamısını açmaq istəmirəm. Çünki o birisi evdə dediyim kimi daha çox istifadə edəcəyim deyə üstlərinin batmağını istəmirəm. Ancaq eyni zamanda bu da mənim aksesuarlarım kimi bej rəngindədir. Aksesuar orqanayzerlarım kimi. Yəni onlarla da tam uyğun gedir. Düşünürəm ki, şkafların içərisində də tam rahatlıqla yerləşəcək və eynəklərimi çox rahatlıqla bunların içərisində yerləşdirə biləcəyəm. Qablaşmalardan biri bu şəkildə üstü parçalanıbdır. Ona görə artıq belə açdım, göstərə bilərəm. Arxa hissəsi də çox səliqəlidir. Eyni şəkildə bu hissələr də səliqəli görsənir. Ümumi görüntü olaraq məni qane etdi. Bu da yenə mənim maraqlı gələn bir məhsul idi. Ancaq tam olaraq necə açıldığını, bu şəkildə başlığı var. Belə açırsan və içərisinə vitaminləri yerləşdirmək olur. Bu vitaminlər üçün belə deyək, orqanayzer sayılır. Düzünü desəm, çox keyfiyyətli bir material deyil. Yəni hamısı hər tərəfdən plastikdir. Ancaq estetik bir görüntüsü var. Son zamanlarda ümumiyyətlə özümü həddən artıq çox yorğun hiss edirəm. Eyni zamanda saçlarım tökülür, dırnaqlarım zəifləyib. Yəni ümumiyyətlə immunitetim
vitamin çox aşağı düşübdü və mən də oxudum, araşdırdım və hansı vitaminlərin mənə daha yaxşı gələcəyini araşdırdım və iHerb-dən bir neçə vitamin sifariş etdim və onları belə bir orqanayzera yığmaq istəyirəm. Belə bir vitamin orqanayzerinin qiyməti isə təxmini 2.92, yəni 3 evroya yaxındır. Bu da 6 manat edir təxmini. Və bu bağlamadan çıxan son məhsul. Bu artıq üzərində də göstərilir ki, tam olaraq nədir. Mənim əslində belə bir məhsulum IKEA-dan var. Ancaq o daha çox belə plastikdir. Ona görə qərar aldım ki, belə bir məhsul sifariş edim. Ümumiyyətlə, bu rənglər mənim çox xoşuma gəlir. Hal-hazırda çox dəbdədir. Keyfiyyəti çox yaxşıdır. Ümumiyyətlə, üstünün rənglənməsi, heç bir defekti yoxdur. Çox yaxşı görsənir. Düşünürəm ki, bu məhsulu çox sevərək istifadə edəcəyəm. 21 evro 32 sent ödəmişəm. Bunun fərqli rəngləri var. Ağ rəngi də var və yaxud da ki, açıq taxta tonlu var və keyfiyyətinə görə qiyməti məncə okeydir. Və beləliklə bir videonun daha sonuna gəldik. Hər iki bağlamaları açdım. Məhsullardan, keyfiyyətindən ümumiyyətlə belə razı qaldım. Bəzi məhsullar var ki, qiymətinə görə keyfiyyəti bir qədər düşük idi. Bəzi məhsullar var ki, onları ümumiyyətlə istifadə etməmişəm, tam olaraq dəyərləndirə bilmirəm. Ancaq sonraki vloqlarda əlbəttə ki, onları da istifadə edib fikirlərimi sizinlə bölüşəcəm. Və əgər siz bu videoya buraya kimi baxdınızsa, demək ki, videonu bəyəndiniz. Çox xahiş edirəm, kanalıma abunə olun. Bu, inanın ki, mənə çox böyük bir motivasiya mənbəyidir. Mən videoları həmişə çox həvəslə çəkirəm. Düşünürəm ki, sizin köməyinizlə birlikdə çox yaxşı yerlərə gələcəyəm. Məni sonuna qədər izlədiyiniz üçün bir daha hər birinizə çox təşəkkürümü bildirirəm. Ümid edirəm kanalıma abunə olarsınız. Hər birinizi sevirəm. Gəlin görüşlərə dək hələlik.